Salam əziz izləyicilər və müəllimlər. Bu gün uşaqlarla işləyən hər kəs üçün çox önəmli bir mövzuya toxunmaq istəyirəm. Bəzən uşaq dərsə maraq göstərmir və sözə qulaq asmır. Gəlin bunun səbəbini birlikdə anlayaq. Əslində bu problem təkcə bağça uşaqlarında deyil, məktəblərdə də, hətta yeniyetmələrdə də tez-tez rast gəlinir. Fərq etməz siz ibtidai sinif müəllimisiniz, yoxsa yuxarı siniflərdə riyaziyyat, tarix, fizika keçirsiniz. Dərsə maraq yaratmaq hər bir müəllimin ən böyük çətinliyidir. Gəlin etiraf edək. Uşağın dərsdə sıxılması çox vaxt onun istəksiz olmasından yox, dərsin təqdim olunma formasından qaynaqlanır. Əgər dərs yalnız müəllimin danışdığı, uşağın isə sadəcə dinlədiyi bir prosesdirsə, bu artıq passiv dərs sayılır. Passiv dərs isə uşağı yorur, diqqətini azaldır və marağını itirir. Şagird özünü belə deyək, sadəcə məlumatın töküldüyü bir qab kimi hiss edir. Amma öyrənmə aktiv bir proses olmalıdır. Bunun üçün sizlərə həll yolları və strateji məsləhətlər söyləyəcəyəm. Dərsi maraqlı etmək üçün müəllim sadəcə izah edən yox, yönləndirən olmalıdır. Uşağa sual vermək, onu düşündürmək, cavab tapmağa sövq etmək çox önəmlidir. Çünki uşaq yalnız dinləyəndə yox, düşündükdə və iştirak etdikdə öyrənir. Sual yaranır ki, bəs bunu praktikada necə edək? Bunun üçün sizlərə ən universal və effektiv yolları sadalayacağam. İlk öncə dərsi real həyatla bağlamaq. Yəni, şagird bunu öyrənmək mənə harda lazım olacaq? Sualına cavab tapanda marağı artır. Məsələn, riyaziyyat düsturlarını market alış-verişi ilə, tarix hadisələrini bugünkü xəbərlərlə, fizika qanunlarını isə gündəlik hadisələrlə, məsələn, topun hərəkəti və s. kimi izah etmək olar. Şagird öyrəndiyinin həyatda tətbiqini görəndə onun üçün öyrənmə artıq bir məcburiyyət deyil, ehtiyac olur. İkinci olaraq aktiv öyrənmə metodları, yəni kiçik oyun elementləri, sadə tapşırıqlar, qrup işi və ya rol bölgüsü dərsi canlandırır. Məsələn, sadə bir riyaziyyat dərsində rəqəmləri sadəcə lövhədə yazmaq əvəzinə, uşaqlara rəngli daşlar və yaxud da ki, oyuncaqlar verib onlarla toplama çıxma etdirə bilərsiniz. Yaxud da ki, bir nağıl və ya ədəbiyyat dərsində obrazları uşaqların özlərinə canlandırmağı tapşırın. Bu dərsi canlandırır və uşağı prosesin mərkəzinə gətirir. Üçüncü, multisensor yanaşma, yəni hər kəs üçün öyrənmə. Unutmayaq ki, hər uşaq fərqlidir. Kimi vizual öyrənir, kimi eşidərək, kimi isə edərək. Ona görə də dərsi maraqlı etmək üçün təkcə vizual və eşitmə deyil, həm də kinestetik, yəni hərəkətli və taktil, yəni toxunma elementlər də birləşdirmək lazımdır. Məsələn, kimya dərsində molekul modelləri düzəltmək, biologiyada mikroskopla işləmək, tarixdə xəritə üzərində işləmək şagirdlərin mövzunu hiss etməsinə kömək edir. Eyni mövzunu müxtəlif yollarla təqdim etmək hər bir şagirdin öyrənmə yolunu tapmağa imkan verir. Dördüncü, şagirdlərin şəxsi maraqlarını nəzərə almaq, yəni fərdiləşdirmə. Bütün müəllimlər üçün digər bir vacib məqam şagirdlərini tanımaqdır. Onların maraq dairələrini, məsələn, hansı oyunları oynayırlar, hansı filmlərə baxırlar, hobbiləri nədir? Öyrənmək və tapşırıqları bu maraqlara uyğun qurmaq dərsi anında canlandırır. Məsələn, bir esse mövzusunu şagirdin sevdiyi bir super qəhrəman və ya video oyun personajı üzərində qurmaq olar. Bu onlara özlərini ifadə etmə imkanı verir. 5-ci, müəllimin şəxsi təsiri. Hətta bəzən səs tonunu dəyişmək, jest və mimikadan istifadə etmək belə uşağın diqqətini yenidən cəlb edə bilər. Dərsi maraqlı etməyin ən böyük sirri müəllimin özünün mövzuya olan həvəsidir. Əgər müəllim dərsi sevərək keçirsə, bu enerji şagirdlərə də keçir. Emosional mühit və valideynlərin rolundan da danışmaq istəyirəm. Ən vacib məqamlardan biri də budur. Uşaq dərsdə özünü rahat hiss etməlidir. Qorxu və gərginlik olan yerdə maraq olmur. Dərs yalnız məlumat ötürmək üçün deyil, eyni zamanda mühit yaratmaqdır. Əgər o mühitdə uşaq özünü ifadə edə bilirsə, səhv etməkdən qorxmursa və prosesə qoşulursa, o dərs artıq maraqlı dərsdir. Bu mühitin yaranmasında qiymətləndirmə də mühüm rol oynayır. Qiymət qorxulu bir vasitə olmamalıdır. Qiymətləndirmə yalnız səhvləri tapmaq üçün deyil, şagirdin inkişafını dəstəkləmək üçün olmalıdır. Müsbət və konstruktiv dönüt vermək, şagirdin güclü tərəflərini vurğulamaq və ona necə daha yaxşı ola biləcəyini göstərmək onun motivasiyasını qoruyur və əlbəttə burada valideynlərin də rolu çox böyükdür. Uşağa yalnız nəticəyə görə yox, göstərdiyi səylərə görə dəstək olmaq, onu müqayisə etməmək və təzyiq göstərməmək çox vacibdir. Çünki uşaq həm müəllimin, həm də valideynin yanaşması ilə formalaşır. Belə deyək, təhsil üç ayaqlı taburə kimidir.
Bir ayağı şagird, bir ayağı müəllim, bir ayaq da valideyndir. Əgər hər iki tərəf onu anlayır və dəstəkləyirsə, uşaq özünü daha güvənli hiss edir və öyrənməyə daha açıq olur. Unutmayaq ki, hər uşaq öyrənə bilər. Sadəcə hər uşağın öyrənmə yolu fərqlidir. Müəllimin vəzifəsi yalnız dərs keçmək deyil, eyni zamanda uşağı anlamaqdır. Valideynin vəzifəsi isə onu dəstəkləməkdir. Əgər bu iki tərəf birlikdə düzgün yanaşmanı seçərsə, nəticə mütləq olacaq. Çünki problem uşaqda yox, yanaşmadadır. Dərsi maraqlı etmək üçün müəllimdən səbir, yaradıcılıq və şagirdlərinə sevgi tələb olunur. Amma şagirdlərinizin gözlərindəki öyrənmə həvəsini görmək hər bir çətinliyə dəyər. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun. Ümid edirəm bu mövzu sizin üçün faydalı oldu. Əgər belə məzmunlar maraqlıdırsa, kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Növbəti videoda görüşənədək.